Salam, Gələcək Bilik verilişi efirdədir. Söhbətimizin bugünkü mövzusu müasir, sürətlə dəyişən, yenilənən dünyada təhsilin bilik və bacarıqlar formatı və sənədlə təsdiq olunması məsələsidir. Həmsöhbətlərimizlə bu mövzu ətrafında danışacağıq. Bugünkü dünyada ali təhsil almaq və diplom əldə eləmək hazırki reallıqlarda həm karyera qurmaq baxımından, həm öz işini qurmaq baxımından yetərli deyil və zaman-zaman hətta ali təhsilli mütəxəssislər də belə müəyyən kurslara qatılmağa, müəyyən əlavə bilik, bacarıqlar əldə etməyə və bunları sənədlə təsdiq etməyə də məcbur olurlar. Yəni bir nəsil öncə insan bir ali təhsil alırsa, bu diplom ona bütün karyera həyatı boyu bəs edirsə, indi ali təhsil alan gənclərin bütün həyatı öyrənməklə keçəcək. Qarşıdan gələn zaman bunu göstərir ki, yaşam boyu öyrənə gedəcəklər. Çünki həyat çox sürətlə dəyişir, biliklər artır və yeni bacarıqlar, yeni keyfiyyətlər, yeni iş qabiliyyətləri tələb edir gənclərdə, mütəxəssislərdə. Bu baxımdan sizin fikrinizcə hal-hazırda ali təhsil müəssisələrinin və bu ali təhsil müəssisələrini bitirəndən sonra tələbələrin, məzunların bu sertifikatlara olan ehtiyacı hal-hazırda Azərbaycanda nə qədər aktualdır? Bu gün Azərbaycanda bu əlavə kurslara getmək məsələsi nə qədər aktualdır? Ümumiyyətlə, bunu qeyd eləmək lazımdır ki, təhsil almaq hər bir insanın tələbatlarından biridir. Zəruri tələbatlarından biridir. Öyrənmək zəruri tələbatlarından biridir ki, təhsildə bu tələbatın ödənilməsində yaxından iştirak edir. Siz özünüz də qeyd elədiyiniz kimi, bugünkü gündə cəmiyyət o qədər sürətlə dəyişir ki, artıq bu sürətə çatmaq üçün insan müxtəlif vasitələrdən, müxtəlif öyrənmə vasitələrindən istifadə edir. Bugünün bu cəmiyyətin üstün cəhətlərindən biri də odur ki, bizə müxtəlif öyrənmək üsulları təqdim olunur. Və hər kəs özünə müvafiq olan öyrənmə üsulundan istifadə edir. Və mən onu qeyd eləməliyəm ki, biz açıq cəmiyyətdə yaşayırıq və açıq cəmiyyətin insanlar üçün təqdim elədiyi imkanlar daha çoxdur və insanlar bu imkanlarından öz bilik və bacarıqları səviyyəsində yararlanmağa çalışırlar. Biz Sovet cəmiyyətinə baxsaydıq, Sovet cəmiyyətinin bizə yaratdığı imkanlar olduqca məhdud idi. Həmin imkanlar daxilində biz daha məhdud çərçivələr daxilində düşünməyə məcbur idik. Və Sovet cəmiyyətinin də bizə təqdim elədiyi fikirlərdən, diktə elədiyi fikirlərdən biri də o idi ki, hər bir insan təhsil alaraq diplom əldə edə bilərdi və o diplom əldə etdikdən sonra cəmiyyətdə müəyyən mövqeyə sahib ola bilərdi. Əgər sənin diplomun yox idisə, sən cəmiyyətdə həmin mövqeyə sahib ola bilməyəcəkdin. Biz cəmiyyət olaraq Sovet cəmiyyətini təhlil eləsək görərik ki, həmin cəmiyyətdə də strafikasiya var idi. Sadəcə həmin cəmiyyətdə strafikasiya, insanların təbəqələşməsi diplom üzərindən aparılırdı. Məsələn, deyək ki, təhsilli insan ilə təhsilsiz insan, orada hətta tərcümə halımızı yazanda qeyd olunurdu ziyalı, düzdürmü, fəhlə. Deməli, bu özündə də insanların diploma görə strafikasiyası aparılırdı. Və həmin cəmiyyətin bizə diktə elədiyi şərtlərdən də biri o idi ki, əgər sən cəmiyyətdə yaxşı yaşamaq istəyirsənsə, yüksək mövqeyə sahib olmaq istəyirsənsə, mütləq mənada sənin diplomun olmalı idi. Çünki diplomdan kənar sənin bacarıqların məhdudlaşdırılırdı. Sən diplom çərçivəsində o bacarıqları nümayiş elətdirə bilərdin. Amma sonraki dönəmlərdə artıq təbii olaraq cəmiyyət formasiya olaraq dəyişildiyi üçün və Sovet cəmiyyətinin yerini bugünkü cəmiyyət tutduqdan sonra və artıq açıq cəmiyyət olduğu üçün bugünkü cəmiyyətin biz insanlara
sunduğu şərtlər daha genişdir və daha böyük, daha geniş imkanlar bizə verir. Və o imkanlardan da biri hər bir gəncin istədiyi sahədə çalışaraq öz bilik və bacarığını nümayiş elətdirməsi. Bu sahələrdən gənclərimiz universitetə daxil olaraq da istifadə edə bilərlər və yaxud elə gənclərimiz ola bilər ki, peşə məktəblərini istiqamətlənə bilərlər, kolleclərə istiqamətlənə bilərlər. Sadəcə burada nə müəyyənləşməlidir? Burada o müəyyənləşməlidir ki, hər kəs özünün nə istədiyini bugünkü gündə müəyyənləşdirməlidir. Məsələn, biz universitet müəllimi olaraq universitetlərdə dərs deyirik. Və dərs deyəndə tələbələr arasında belə bir sorğu keçiririk ki, kim bu ixtisasa özü istəyərək seçib? Kim bu ixtisası bitirəndən sonra həmin ixtisas istiqamətində işləyəcək? Və deyək ki, 40 nəfər tələbədən 15-20 nəfər əlini qaldırır ki, mən bu ixtisası sevərək seçmişəm, bu ixtisasımı davam elətdirəcəm. Digər 20 nəfərin verdiyi cavab isə bu olur ki, mənim valideynim məcbur elədi. Mən sadəcə bura daxil oldum ki, diplom əldə edeyim. Baxın, o diplom əldə eləmək arzusu, istədiyi vaxtilə Sovet cəmiyyətinin bizim valideynlərimizə diktə elədiyi bir düşüncədir. Və ona görə mən deyərdim ki, biz nə edə bilərik? Düşüncələri dəyişmək lazımdır. Mən belə düşünürəm. Düşüncələri dəyişmək və valideynlər də onu tövsiyə edərəm ki, ən əsas şərtlərdən biri evladlarının bu həyatda kim olmaq istədiklərini müəyyənləşdirsinlər. Evladlarının maraqlarını müəyyənləşdirsinlər və evladlarının maraqları istiqamətində öz evladlarının təhsillərini inkişaf elətdirsinlər. Çox gözəl məqamlara toxundunuz müəllimə. Amma mən ona qanunvericilik tərəfdən baxacağam. Çünki müasir dövrümüzdə bacarıqlar şərtdir. Amma bu bacarıqlar dövlət nümunəli sənədlər ilə birləşəndə daha effektiv olur. Yəni kadr artıq təsdiq edir ki, mən doğrudan da dövlətin mənə verdiyi o statusa layiqəm və bunu yetərincəyə qədər bacaracağam. O ki qaldı öyrənmək problemi, o Peyğəmbərimizin gözəl bir sözü var ki, beşikdən qəbr evinə qədər öyrənin. O daha bir fikrində qeyd olunub ki, elm uzaq Çində olsa belə onun arxasınca getməkdən qorxmayın. Yəni elmin yolu çətindir. Bacarıqlar önəmlidir, öyrənmək önəmlidir. Siz özünüz də ali təhsildə çalışırsınız, mən də orada çalışıram. 30 ildir auditoriyalardayıq. Onu deyim ki, 30 il bundan qabaqki tələbələrlə bugünkü tələbələr tam fərqlidirlər. O tələbələrin həyata baxışları tam fərqlidir. Müəllimənin qeyd elədiyi kimi var, uşaqların içində elələri var ki, tələbələrin içində elələri var ki, ay mənim diplomdur da, amma elə deyil həqiqətən də. Biz özümüz ali təhsilli kadrlar ola dəfələrlə təlimlərdə iştirak eləmişik. İnanın ki, nəsə öyrənirsən. Var, yenilik həddən artıq çoxdur. Və bir müəllim kimi biz də hər birimiz müasir dövrün o tələbatını bilib, o istiqamətdə işimizi qurmaq üçün nəzəri bir növrə var, elmi bir növrə var. Amma müasir dövrünə ayaqlaşmaq üçün mütləq o təlimlərdə iştirak etmək. Məsələn, tələbələr var, əlavə kurslara gedirlər, MİQ çərçivəsində hazırlaşırlar. Bunun kökləri çox dərindir. Biz dəfələrlə bununla bağlı universitetimizdə müzakirələr aparmışıq. Rayonumuzun Azərbaycanın gözəl ali təhsilli mütəxəssisləri ilə müzakirələr aparmışıq. Orada çox qəribə bir uyğunsuzluqlar var. Məsələn, orta məktəb proqramları ilə qəbul imtahandakı proqramlar arasında uyğunsuzluq var. Ona görə də uşaqlar məcbur, düzdür, hazırlığa getməyib, o materialla kifayətlənən uşaqlarımız da var ki, yüksək ballar ali təhsil müəssisəsinə qəbul olunurlar. Amma bizim universitetdən artıq hazırladığımız məzunlar, inanın ki, o yekun attestasiya ilə bərabər o hamısı müəllim MİQ hazırlığındadılar uşaqlar və uşaqlar təsdiq edirlər ki, ali məktəbdə keçirilən fənlər ilə MİQ çərçivəsindəki sənədlərdə uyğunsuzluq var. MİQ çərçivə sənədindəki materiallar orta məktəbi əhatə edir. Amma bu ali təhsilli artıq yetişirlər də kadrlar. 4 il, 5 il olar ki, bunlar orta məktəbdən ayrılırlar. Bax, belə çətinliklər olduğu üçün, bizim özümüz üçün də qloballaşan dünyada, müasir dünya ilə ayaqlaşmağımız üçün mən belə hesab edirəm ki, yeni vərdişlər qazanmaq daha effektli olar.
daha yaxşı nəticələr mən elə gəlir ki, əldə edə bilərik. Qeyd elədiniz, dövlət tərəfindən təsdiq olunmuş status, universitet diplomunun bir özünün bir statusu olmağı, bunlar öz yerində, bunlar əla. Amma bir məsələ var, yəqin ki, razılaşarsınız. Universitet diplomu hələ yaxşı mütəxəssis olmaq demək deyil. Universitet diplomu hələ ziyalı olmaq demək deyil. Amma məsələnin bir tərəfi də var. Bir misal deyim, ad, soyad yadımda deyil. Moskva Dövlət Universitetinin bir professoru, dilçi alim, təxminən 2 il, 3 il bundan qabaq belə bir söz demişdi ki, Rus dilinin yaradıcısı hesab olunur Aleksandr Sergeyeviç Pushkin. Amma biz bugün Pushkini Rus dilindən imtahan eləsəydik, o bu imtahandan kəsilərdi. Yəni dili yaradan adam hesab olunan adam bugünkü Rusiyanın Rus dili imtahanından kəsilərdi. Yəni Pushkinin bacarığı idi bu dili yaratmaq. Amma bugünkü təhsil sistemi daha çox belə deyək, xətrinizə dəymək istəmirəm, amma bürokratik bir sistemləşmə üzərində qurulub, mənim anlamda ola bilər yanında. Və bu gün də belə bir reallıq da var ki, məsələn, öz sahəmizdən deyim, jurnalistika ilə bağlı Bakı Dövlət Universiteti ildə dəqiq rəqəmləri bilmirəm, amma təxminən bir 50-100 nəfər jurnalist yetişdirir, diplom verir. Amma yenə də subyektiv fikrimdə ola bilər yanılıram. Onlardan hardasa nə bilim bir 10%, 15% jurnalistika sahəsində gəlir, işləyir. Və bu günlərin biz əlində jurnalist diplomu olan, hamısını demirəm amma, tutaq ki 50 nəfər bitiribsə, əlində jurnalist diplomu olan adamların bir desək ki, onlara bir məqalə yaz. Çox güman ki, onun bir yarısının yazdığı üzə çıxarılacaq bir yazı olmayacaq. Yəni keyfiyyət baxımından, bacarıq baxımından diplom var. Amma əmək baxımından onu üzə çıxarılacaq bir nəticə kimi ortaya qoymayacaqlar. Eyni zamanda eyni situasiya, məsələn, yenə də mənə daha çox yaxın olan məsələ olduğuna görə deyirəm. Məsələn, götürək kino sahəsini. Bugün biz rejissor deyəndə ağlımıza gəlir, nə bilim, tutaq ki, Christopher Nolan, Spielberg, Cameron, Tarantino. Bunların heç birinin rejissorluq təhsili yoxdur. Yəni, bu fakt. Tarantino'nun ümumiyyətlə təhsili yoxdur. Və yaxud da Coppola deyirlər ki, bu da yəni dəqiq fakt deyil. Sadəcə bir əhvalat kimi danışılır. Coppola deyirlər ki, sən yaxşı ssenari yazırsan, amma get ssenari kurslarına ki, bacarıqlarını daha da artırasın. O gedir ssenari kursuna yazılır. İndi bu da yəni indiki kimi elə bir məşhur adam olmur deyin. Bunu tanımırlar da, gəlir oturur və görür ki, bunun yazdığı ssenari kursunda nümunə kimi başqalarına öyrədilir. Yəni bu adam öz yazdığı ssenarinin üstündə gəlib oturub ssenari öyrənməyə başlayır. Və sözümü hara gətirirəm? Bugün mən sizinlə tam razıyım. Təhsil çox önəmlidir. Təhsil millətin gələcəyidir və təhsilin sistemli olmağı çox vacibdir. Bu öz yerində. Amma bugün bizim, belə deyək, o bacarıqları qiymətləndirmək üçün sizin fikrinizdə niyə belə bir mexanizmimiz yoxdur? Məsələn, çox bacarıqlı tutaq ki, bir istənilən bir sahə, tutaq ki, rejissorluğu götürək. Tutaq ki, bir gənc bir adam çox gözəl bir film çəkir. Amma onun rejissor diplomu yoxdur. Bacarığı var, pak qoyub ortaya. Niyə biz onun, belə deyək, o bacarığına görə dövlət tərəfindən tanınan bir sənədlə o sənədə layiq görməyik. Hökmən bu gelib 5 il. Niyə yoxsa? Axı, bu artıq bacarır bunu göstərib, nümayiş etdirib. Və yaxud bir rəssam, çox gözəl bir rəsm çəkib. Niyə bu gedib 5 il tutaq ki, rəssamlıq akademiyası da oxusun? O bunu bacarırsa əgər.
Yəni məsələn bu tərəfini sizin fikirlərinizi bilmək istəyirəm sadəcə. Baxın, mən Elçin müəllim sizə də bir sual verim. Yaxşı nümunələr çəkdiniz. Ümumiyyətlə həyatda istisnalar da var. O sizin dedikləriniz o istisnalardır. Yəni bu 100-ün müəyyən mənada 3-4%-ni təşkil edir. Və mən də sizə belə bir sual verirəm ki, o çəkdiyiniz nümunələr, istər yaxşı rejissor olsun, istər yaxşı aktyor olsun, istər yaxşı rəssam olsun, onu rejissor kimi yetişdirən, aktyor kimi yetişdirən, rəssam kimi yetişdirən bir mühit faktoru ən vacib faktorlardan biridir. Razıyam. Bəli, baxın o mühit olub onu yetişdirən. Bugünkü gündə nə gənclərimizi yetişdirən mühit faktorunu yerinə yetirən nereden biri də universitetlərdir. O mədəni mühiti, o akademik mühiti yaradan faktor yenə də universitetdir. Universitet uşaqlara, gənclərə nə öyrədir? Biliyi əldə etmək, missiyamız budur. Biliyi əldə etmək və onu gələcək nəsillərə ötürmək. Bizim missiyamız budur. Və o biliyin əldə olunması universitet olaraq, yəni missiya olaraq bütün universitetlərin, yəni əsas missiyalarından biri odur ki, bilik əldə eləyək və o biliyi gələcək nəsillərə ötürək. Sağ olun. Mən bununla tam razıyam. Yəni mən sözün elə çıxması ki, mən universitetlərlə evliyəm. Universitet yəni təhsil milləti gələcəyə aparan bir sistemdir, bu olmalıdır. Universitetin olmadığı bir təhsilin olmadığı bir cəmiyyət, yəni anarxiyadır, xaosdur, nadanlıqdır. Bu öz yerində. Mən həmin o istisnaları ona görə çəkirəm ki, həmin istisnalar bəzən belə deyək, bizim əvvəlki verilişlərimizin birində bu məsələ müzakirə olundu. Bəzən o istisna olan insanlar bütün bir sistemin gördüyü işdən artıq iş görür. Və onların elədikləri bəzən mədəniyyətdə, bəzən elmdə, bəzən sənayedə, hansısa bir ixtirada o sahəni bir 10 il qabağa atır. Tamamilə doğrudur. Bəs yəni mən sizin bu sahədə aydın məsələ ki, səlahiyyətiniz yoxdur, qərar vermirsiniz və sizdən asılı. Sadəcə sizin fikrinizi bilmək istəyirəm. Sizcə belə bir məsələn sertifikasiyanı dövlət özü səviyyəsində həmin o ali təhsil sənədinə hüquqi baxımdan bərabər olan bir sənəd olsa yaxşı olmazmı ki, məsələn müəyyən bir sahədə özü öyrənib universitetə getmədən getsə əla, amma adamın müəyyən bir səbəblərdən, istər deyək, ailə səbəblərindən ola bilər, maddi səbəblərdən ola bilər və yaxud həyatda da hər an bir ola bilər ki, universitetdə yolunda bir mane olubdur. Amma bu adamın elmə həvəsi var və yaxud da sənətə həvəsi var. Bu öyrənib. Onun o biliklərin, bacarıqların biz hansısa bir formada tanısaq yaxşı olmazmı? Sənədləşdirib dövlət tərəfindən sənədləşdirilmiş formada. Mənim tədrisdə çalışan ki var. Məsələn, xarici ölkələrdə bu da bizim özümüzün konstitusiyasında da var ki, təhsil almanın iş forması var, əyani qiyabi və distant. Düzdür, bizim distant təhsili dəstəkləmir, amma Azərbaycan gəncləri Türkiyənin, nə bilim, digər xarici ölkələrin universitetində distant formada rahat təhsil alırlar. Məsələn, mən bu yaxınlarda bir universitet ofisi ilə əlaqəm oldu. Çox maraqlı bir fikir yarandı. Dedim, valla incimin sözümdən mən belə təhsili qəbul eləyə bilmirəm də. Çünki Sovetindən qalmayım o mühitlə ki, təsdiq edici sənəd. Biz elə görmüşük. Amma burada deyir ki, ay xanım 137 ölkə tanıyır bu universiteti. Deyirəm ki, nə olsun ki, mənim dövlətim ki, tanımır. Yəni sabah o sizin dediyiniz kimi o kadrın yerləşməsi məsələsi var. O kadr üçün Azərbaycanda hər yer bağlıdır. Yəqin ki, indi yaxın gələcəkdə onu yəqin ki, müəyyən rəsmilər, o səlahiyyətli orqanlar, siz demiş ki, insan var ki, rejissor doğulur. İnsan var ki, aktyor doğulur. O, siz deyən kimi, İncəsənət Universitetində xanım Zeynalovanın heç təhsili yox idi. Münəvvər Kələntərli idi. İstisnalar. Yavər Kələntərli, bunlar böyük karifeylərdir, bunlar sənətkarlardır. Amma digər ki, o səhnə mizanların, səhnə mədəniyyətləri o qədər gözəl idi ki, onlar min dənə o nəzəriyyədəki olanları öz praktik işlərinlə təsdiq edirdilər. Amma İncəsənət biraz fərqlidir də. Həmişə bizim Muhammed müəllim də deyir ki, incəsənət dünyası o elə bir bulaqdır ki, elə kör bulaqdır, elə bir
qaynaqdır ki, onun qabağını almaq mümkün deyil. Lap siz demişkən, onun sənədi olmasa belə, onun fəaliyyətini təsdiq edən sənəd olmasa, o rəssam da olub, o aktyor da olub. Amma siz deyin kimi, bu vərdişləri, bu qabiliyyətləri təsdiq edən sənəd olsa, bu insan üçün yəqin ki, daha rahat olar. Çünki onların həmişə, məsələn, bizim özümüzdə olsun da, universitetdə işləyirik. Adi müəlliməm, dərəcəm yoxdur. Yüksəlmə var, mənim üçün maneədir. Bacarıqlıyam, çox gözəl dərs keçirəm, amma mənim elmi dərəcəm olmadığı üçün mənim üçün artıq məhdudiyyət var. Mənim üçün o qapılar bağlıdır. Görürsünüz ki, elə məhdudiyyətlər. Onun üçün də eyni vəzifəyə təyinat olsa, o xalq içindən çıxan sənətkar sözsüz ki, arxaya qalacaq. Bu sənədi olan, bəlkə də bacarığı ondan 50% aşağı olan həmin adam postu tutacaq. Öz-özünü yola verəcək. Onun kimi istedadlı rəssamları əlinin altında işlədəcək. Yəqin ki, olar. Zamanın tələbidir. Yaxın günlərdə yəqin ki, belə bir şey təsdiqləyərlər. Mən Mələk müəllimin sözünə qüvvət olaraq onu demək istəyirəm ki, müəyyən istisna olan sahələr var. Elə sahələr var ki, onlarda artıq, yəni yaranışdan insanın bu qabiliyyəti var. O bir söz də var, istedadı sən nə ilənsə boğa bilməzsən. Sən o hardan da boğsan, digər bir tərəfdən o özünü biruzə verəcək. Amma biz bu göstərdiyimiz tezisi, məsələn, tezis irəli sürürük ki, diplom vacib faktordur insanın həyatında və digər tərəfdən ona qarşı antitezislə irəli sürürük ki, baxın, məsələn, siz də nümunələr çəkdiniz, biz də nümunələr çəkə bilər ki, bu insanların diplomları olmayıb. Amma bu insanlar çalışdıqları sferada, çalışdıqları sahədə çox böyük nailiyyətlər əldə ediblər. Və deyək ki, bəşəriyyətə gözəl əsərlər bəxş ediblər. Amma burada bir nüans var. Məsələn, hüquq elmində bu keçərlidirmi? Yox. Tibb elmində bu keçərlidirmi? Yox. İqtisadiyyat elmində bu keçərlidirmi? Yox. Bunlar keçərli deyil. Və bu elm sahəsi, məsələn, biz bugün deyək ki, həkim axtaranda bugünkü gündə biz onun tərcümə halına baxırıq ki, hansı universiteti qutarıb, Azərbaycanda bitirdikdən sonra hansı ölkəyə gedib uzmanlıq alıb, uzmanlıq aldıqdan sonra hansı təlimlərdən keçib. Biz buna diqqət edirik bugünkü gündə. Doğrudurmu? Biz baxırıq və kimdə o qeyd elədiyim şərtlər daha geniş məzmuna malikdirsə, biz həmin həkimin yanına üz tuturuq. Biz məsəl üçün ola bilər, araçı həkimdir, sınıqçıdır, çox gözəl də bu işi bacarır. Amma bugünkü gündə deyək ki, o sahədə daha çox diplomları olana üz tuturuq. Nəyə ki, həmin sahədə bugünkü gündə çox bacarığı olana. Bu da var həyatımızda. Bu da bir reallıqdır. Ümumiyyətlə, baxış bucağı olaraq eyni məsələyə biz bir istiqamətdə baxmalı deyilik. Eyni məsələyə necə ki, bugünkü gündə müzakirəni belə üçlükdə oturub aparırıq, hər birimizi müxtəlif istiqamətə baxırıq və o istiqamətə görə baxdığımız bucaqlar var və eyni məsələyə də biz baxanda müxtəlif bucaqlar görəcəyik. Bəlkə də bu gün səsləndirdiyimiz fikir 10 ildən sonra səhv olacaq. O da mümkün. O da var. Çünki necə ki, 30 il bundan əvvəl diplom mütləq şərtdir deyirdiksə, bugünkü gündə müəyyən nüanslar var ki, məsələn, öz bacarığı ilə bu həyatda uğur qazanan, biznes sahəsində, iş həyatında sıfırdan öz işini quran insanlar var. Məsələn, insan var ki, iqtisadi biznesin idarə olunmasında o qədər gözəl uğur qazanır ki, biznesin idarə olunması fakültəsini bitirən insanın uğuru yoxdur. Müəllim qeydirəyə baxdadır da. O jurnalistlərlə bağlı. Məsələn, mənim həyatımda da olub ki, Elçin müəllim, faiz məsələləri. Yaxınımda əyləşən insan iqtisadiyyatı bitirib, amma bank sistemi və faiz məsələlərini məlum oldu ki, həyati təcrübə əsasında mən ondan yaxşı bilirəm. Baxmayaraq ki, mənim sahəm ümumiyyətlə iqtisadiyyatla bağlı deyil. Bu da var. Və mən ona görə deyirəm ki, ümumiyyətlə insan, Mələk müəllim sözünə qüvvət, ömrü boyu öyrənməlidir. Biz öyrənməliyik. Və həyatdan öyrəndiklərimiz diplomla bərabər bizə uğura aparır. Sadəcə
diplom özü də, ali təhsilin özü də bugünkü qarşıda indi abituriyentlərimiz ixtisas seçimləri eləyəcəklər. Hər birinə uğurlar arzulayırıq və onlara demək istəyirik ki, oxusunlar, təhsil alsınlar, ali məktəblərə qəbul olsunlar. Çünki ali məktəbə qəbul olmaq da onların həyatında uğurun bir başlanğıcı olacaq. Maraqlı bir fikrə toxundunuz. Bizim Azərbaycanda sintaksisin atası adlandırılan bir alimimiz var, Qəzənfər müəllim. Qəzənfər müəllimin çox maraqlı bir yanaşması var. Dedi ki, bəzən görürsünüz ki, tənbəl tələbələr də olur da indi xanımlardan. Deyir ki, eybi yoxdur, qoy oxumasın. O bu məktəbə ki gəlir, universitetə ki gəlir, auditoriyada oturur. Heç olmasa mənim hazırləmə dinləyə, o özü də bir məktəbdir. Vallahi həqiqətən də o mühitin doğrudan da mühit adamı həqiqətən də nizamlayır, sahmana salır, istər-istəməz öyrənirsən. İnsan də ölənə qədər öyrənirsən, yenə çatmır, bəs eləmir. Yenə nəyəsə ehtiyac var. Ümumiyyətlə, yanaşmalar müxtəlifdir. O istisnalardan da bura gəlməmişdən əvvəl bir dünyanın ən məşhur universitetləri, top 15-yə düşən universitetlərin statistikasına baxdım. Və o statistikaya görə, deyək ki, Harvard Universiteti olsun, Stanford Universiteti olsun, deyək ki, onlar birinci, ikinci yerlərdə olan universitetlərdir. Facebook'un yaradıcısı, son məşhur milyarder Bill Gates, Facebook'un yaradıcısı Mark Zuckerberg həmin universiteti ikinci kursdan tərik ediblər. Bəzən uşaqlarımız, tələbələrimiz bunu stat kimi istifadə edirlər. Amma mən bir statistikanı da xatırlatmaq istəyirəm ki, məsələn, ən məşhur universitet də Harvard Universiteti, Amerikanın 8 prezidenti bu universiteti bitirib və 150 Nobel mükafatçısı yetişdirib və o cümlədən də Amerikanın 62 milyarderi bu universiteti bitirib. Mən niyə görə bu statistikanı vurğulamaq istəyirəm? Baxın, istisnalarla bərabər bu sadaladığım insanların həyatında universitetin rolu, Mələk müəllim də dediyi kimi, mədəni düşüncəsində, iqtisadi düşüncəsində onların həyatlarını dəyişdirən əsas amillərdən biri, uğurlarının başlanğıcını qoyan əsas amillərdən də biri universitet həyatları olur. Aydın, təşəkkür edirəm. Fikirlərinizə görə dediyiniz misala bir əlavə eləyim ki, Zuckerbergin də, Bill Gatesin də o uğurunun kökündə elə həmin universitetdə bir yerdə oxuduqları tələbə yoldaşları deyirlər. Yəni onlar universitetdə oxumasaydılar, o nəticəyə nail olmaz. Onlarla tanış olmayacaqlar. Yəni bilavasitə onların da uğurlarının alınmasında universitet həyatının qatqısı var. Bəli, universitet yəni belə deyək ki, bilik öyrənmək üçün universitetdən daha yaxşı nəsə hələ ki kəşf olunmayıb. Yəni əlimizdə olan reallıqda universitet ən böyük bilik məktəbidir, elm məktəbidir və elmə gedən yol mütləq universitetdən keçir. Bu və ya digər formada, yəni sən belə deyək, universitetdə oxumaq imkanından imtina etməli deyil heç kəs mənim fikrimcə. Mən o istisnaları, o misalı çəkirəm ki, hətta o istisnalar da son anda gəlib o universitetdə oxumuş və yaxud da o universitetdə dərs deyən, o universitetin təhsil metodlarından istifadə edərək özləri universitetə getmədən onu öyrənirlər. Yəni universitet məktəbi bu və digər formada uğur qazanan insanların hər birinin həyatında öz rolu var. Mühitin də öz rolu var. Bayaq dediyiniz kimi, müəllimə də vurğuladığınız kimi, oradakı münasibətlər, davranışlar istər-istəməz o insanın dünya görüşünü dəyişir, təkcə biliyi yox, davranışların dəyişir. Mühit onu bir şəxsiyyət kimi formalaşdırır və 18 yaşında, 17 yaşında, 16 yaşında universitetə daxil olan bir abituriyent 5 ildən sonra universitetə çıxanda tamam başqa bir şəxsiyyət kimi formalaşıb çıxır. Bunlar hamısı öz yerində. Bu günün reallığında söhbətimizin əvvəlində qeyd elədiyim kimi bu sertifikat məsələsi var və bu gün Azərbaycan əslində çox yaxşı bir məqamdır, yaxşı bir misaldır və yaxşı bir addımdır ki, Azərbaycan dövlət səviyyəsində bu sertifikat məsələsinə ciddi yanaşır artıq, ağıl və biliklər məsələsinə və 4-cü Sənaye İnqilabı Akademiyası deyilən bir akademiya formalaşdırıb ki, orada
səhv eləmirəmsə 8000 dünyanın ən populyar və tələbatlı olan onlayn öyrənilməsi mümkün olan ixtisasları, kursları bir araya yığılıb və pulsuz olaraq Azərbaycan vətəndaşlarına imkan verilir ki, o kurslardan faydalansınlar, istifadə eləsinlər. Bunu dövlətin də qəbul eləməyi onun göstəricisidir ki, bu biliklərə, yəni bu kurslara ehtiyac var. Və əgər buna ehtiyac varsa, ola bilər yanılıram, yenə deyirəm. Bu deməkdir ki, bizim belə ya peşə məktəbində və eyni zamanda universitet tədris proqramlarında bugünkü zamanla tam uyğunlaşma yoxdur ki, bu kurslara ehtiyac var. Və yaxud da belə deyək ki, zaman elə sürətlə dəyişir ki, bu tədris proqramları bugünün reallığına çatdırıb. Çünki tədris proqramları mən belə başa düşürəm ki, uzun bir təsdiqdən keçməlidir, komissiyalardan keçməlidir, razılaşmalar olmalıdır. Amma həyat o razılaşmaları gözləmir. Həyat öz axarı ilə gedir və bugünkü həyatda iş yerləri tələb elədikləri bacarıqlar formalaşsın deyə bu kurslar açılır. Dünyanın hər yerində var və bu günə qədər yaxın müddətə qədər bizim vətəndaşlar onu xarici platformalardan öyrənmək məcburiyyətində idilər. İndi 4-cü Sənaye Akademiyası deyilən bir təşəbbüs ortaya çıxıb, çox gözəl təşəbbüsdür. Buna fikrinizi bilmək istəyərdim ki, universitetlər özləri, yəni belə deyək, bir təşəbbüs kimi, məsələn siz universitetdə dərs deyən bir müəllimlər kimi bu və ya digər formada bilirsiniz artıq bu sahədə, bu peşədə hansı tendensiyalar var, hansı yeniliklər var. Tədris proqramı çox gec dəyişəcək, 1 ilə 3 ilə 5 ilə. Amma əlavə bir kurs kimi universitetlərin özlərində bacarıqlı müəllimlər tərəfindən bu elə orada dərs keçən tələbələrə öyrədilsə bir təşəbbüs kimi, ya rəsmi olaraq Təhsil Nazirliyinin xətti ilə, ya universitetlərin öz qərarı ilə, yəni müəllim tutaq ki, hansısa bir peşəni öyrədir tələbəyə, amma bilir ki, bu yetərli deyil, yeni bir bilik çıxıb ortaya, yeni bir tələbat çıxıb ortaya, müəllim bunu bilir, öyrədə bilər tədris proqramından əlaqə. Sizcə bu praktikada reallaşa bilərmi və nəticəsi nə olar? Bizdə o addım atılıb, o Elm və Təhsil Nazirliyi səviyyəsində yeni təhsil proqramlarının hazırlanması ilə bağlı böyük bir heyət formalaşdırılıb və ilk dəfə olaraq artıq biz filialıq da biz ora tabeyik. Bizə də icazə verilib ki, siz də özünüzdə işçi qrup yaradın. Bayaq siz dediyiniz kimi əmək bazarının nümayəndələrini ora əlavə edin ki, görək onlar necə kadrlar istəyirlər. Onların tələb və təkliflərini ala, sistemləşdirək, göndərək mərkəzə, mərkəzdən də nazirliyə, orada baxılsın. Amma bizdə universitet olaraq artıq addım atılıb. Ümumi Fənlər Kafedrasında və Ədəbiyyat və Dillər Kafedrasının müəlliməsi ilə birgə 2 nəfər müəllim oradan, 1 nəfər müəllim buradan uşaqlara, tələbələrə MİQ çərçivəsi ilə bağlı, MİQ sualları ilə bağlı artıq hələ ki ödənişsizdir kurslarımız, amma sonda bilmirik ki, onlara sənəd verməyə bizə icazə veriləcək, verməyəcək. Bu sadəcə tələbələrə kömək məqsədi ilə artıq bu addım atılıb. 20 gün var ki, uşaqlar gəlib məşğul olurlar, maraqlanırlar. Amma nədənsə tələbələr o ödənişli kurslara daha çox üstünlər. Bilmirəm hələ ki ödənişsiz deyə bizim xalqlı millətdə belə bir fikir var da, yəni ödənişsiz də ondan nə olacaq ki? Amma bizim universitetin rəhbərliyi uşaqlara dəstək məqsədi ilə, məsələn, elə bizim bacarıqlı müəllimlərimiz var rayonda, məsələn, Eyvaz müəllim kimi müəllimlərimiz var, Elbrus müəllim kimi müəllimlərimiz var. Onlar deyir, məsələn, mən bilirəm çərçivə sənədində, bax, bu suallar düşür, amma biz 80 dəqiqə içində biz də o normanı aşa bilmirik də. O məcburdur ki, o nazirliyin qoyduğu xətlə geçsin, o kənara məşğul ola bilmir deyə hər istəyir ki, bir yoldan uşaqlara kömək olsun. Amma görək də, bəlkə icazə versələr ki, sənəd verməyə, nəsə o daha yaxşı olar. Yenə də gəlib durur o dövlət minləri sənədinin üstündə. Ha yana dönürsən, dön, yenə də eyni məsələ. Azərbaycanda, yəni mən bilmirəm sadəcə belə bir praktika olubmu, varmı, amma dünyanın müxtəlif ölkələrində zaman-zaman ekstern imtahan deyilən bir şey olur da. Bizim təhsil sistemimizdə belə bir president deyirlər də, varmı və yaxud da qanunda belə bir şey nəzərdə tutulubmu və yaxud da bayaq dediyim məsələyə yenə də qayıdıram. Bu imkan yaradılsa dövlət səviyyəsində ali
təhsil müəssisələrinin müəllimlərinin, professorlarının imtahan götürülməsi şərti ilə ekstern imtahan verib həmin diplomu almaq imkanını yaratmaq bacarıqlı insanlara hansısa bir ziyan ola bilərmi cəmiyyətə xeyrindən başqa? Əlbəttə xeyri olar, ziyan olmaz, amma o orta məktəblərdə əvvəllər tətbiq olunurdu. Yadıma gəlir ki, el arasında adlandırılsa 8-dən 9-a, 9-dan 10-a belə, yəni arada boşluq olaraq 7-dən 10-cu sinifə belə uşaqları eləyirdi. Amma ali təhsildə bunu ağlım kəsmir. Yoxdur, amma bir vaxtlar, bir 4 il bundan qabaq əlavə təhsil adlı bir sistem var idi. 2-ci diplom alan var idi orada, 3-cü diplom alan var idi. O birinci təhsildəki ortaq fənləri çıxırdılar. Yerdə nə qalırdısa, məsələn var bizdə psixologiya ixtisası təhsildən tələbələrimiz var idi. Bakı Dövlətin tibbi biologiyasını qurtarıb, inanın ixtisasa baxın, necə gözəl ixtisasdır, heç tapa bilmir mütəxəssis. Məcbur olub gəlib ibtidai sinif müəllimdir. Ay bu cür gözədir. Nə olsun, heç tapa bilmirəm. Ona görə ortaq elementlər çıxılır, yerdə qalır, amma yenə də 2 ilə ən aşağısı 2-ci kursa yerləşdirilməklə heç bir də qəbul imtahanı vermədən yerləşdirilməklə o müəyyən kreditlər var da, onları mütləq toplamalıdır. Yenə də müəyyən normalar, yenə də müəyyən şərtlər. Yəqin ki, orada bakalavr təhsilinin məzmunu dövlət standartında qeyd olunur ki, 4 il ərzində tələbə 240 kredit qazanmalıdır. O şərtlər ağır şərtlərdir həqiqətən. Kredit sistemində belə var ki, əlavə fənlərin götürərək tələbə müddətindən tez universiteti başa vurmaq. Hə, o da çox ağır şərt. Bax, o da ağır. O sizin dediyiniz həm ekstrem üçün mənim kredit sistemində belə bir imkan yaradılır ki, tələbəyə öz qrupunda oxuya-oxuya, öz fənlərini keçə-keçə əlavə fənləri götürür üst qrupdan və həmin fənləri yerinə yetirərək tələbə nəzərdə tutulan 4 il müddətindən deyir ki, 3 il müddətində qurtarır. 3 il müddətində bitirə bilər universiteti. Bu da var. Orada bir şərt var. Əgər tələbənin qazandığı nəticələr 81 və 84 və nəticələr təhsil eləməli. Yenə də normal. Yenə də normal. Yenə şərtlər çox ağırdır. Həddən artıq. O bal nəzərdə tutulmuşdu orada. Hətta baldan yuxarı oldu. 81-dən yuxarı olarsa, hətta əlavə ödəniş etmədən belə bir hüquq da verilir ki, amma ağırdır da. Mənə gəlir ki, bir ilə görə, yəni o çalışan tələbə eləyirlər. Hə. Bizdə həyatımızda oldu mu belə bir tələbə? Mən olduğum vaxt universitet daxilində olmayıb. Belə də var. Bir məsələdə sizin fikrinizi bilmək istəyərdim. Bax, bu gözəl vurguladınız ki, insan bugünkü reallığımızdır, yəni qasılmaz bir reallıq budur ki, bugün oxuyur hansısa bir ixtisas üzrə. Amma ola bilər ki, 10 ildən sonra həmin ixtisası, bu adamın diplomu var, amma həmin ixtisası tələbat o qədər azalacaq ki, o ixtisası üzrə işləyə bilməyəcək. Bu adamın, belə deyək ki, ali təhsilli mütəxəssisdir. Əlavə bilik və bacarıqları, həyatda qazandığı bilik və bacarıqları, əlavə ixtisası, bayaq dediyiniz kimi, ikinci bir diplomu əldə etmək üçün sadəcə sizin fikriniz, yəni qanunlu təhsil sistemin quyruq gələcəyə baxaraq mümkündürmü ki, bu belə deyək, daha tez adaptasiya olunsun və bu adaptasiyanın dövlət tərəfindən təsdiq edən sənədlər bir sistemi yaransın ki, mən sizə bunu belə deyək, pedaqoq kimi, müəllim kimi yanaşmanızı bilmək istəyirəm. Bugün həmin ixtisasları seçən insanlar bilməyik. 5 ildən, 10 ildən sonra bu ixtisaslara tələbat olacaq, olmayacaq. Daha çox vaxt itirmədən, çünki ali təhsil belə deyək, bazası, o mühiti bunlar artıq keçiblər. 1 ilə 6 aya, 3 aya hansısa bir kursları keçməklə yeni bir ixtisası, amma o universitet diplomuna bərabər hüquqlu bir ixtisası əldə edə bilsinlər. Mən demirəm, cərrah olsun, aydın məsələdir ki, biz... Bacaracaq o bir şeydə. O sistemi saxladılar Azərbaycanda var idi. 2007-ci ilə qədər var idi. Hətta Qubada da var idi. Yeni ixtisaslara 9 ay təhsil alırdı. Əsas o ixtisasa sizin dediyiniz vacib olan nələrdirsə, onları keçirdi, qiymətləri toplayırdı. Həmin diploma bərabər ekvivalent ikinci diplom verilirdi. Amma o sistemdə saxlanırdı, qalıb hələ ki. Bildiyimə görə bir Slavyan Dövlət Universitetində qalıb, qalan pedaqoji universitetdə də yoxdur, digər universitetdə də yoxdur. Amma çox gözəl bir yol idi. Onu da nə əsaslandırdılar? Artıq kifayət qədər kadrlar olduğu üçün ona ehtiyac hələ ki yoxdur. Amma siz demişsiniz, bax, 10 il bundan qabaq diplom olan var, xəbəs o nənəsə.
çətin. Məsələn, ekvivalent olaraq müəllim, mən deyərdim ki, peşə ixtisasına, peşə məktəblərinin bizdə önəm verilsə daha yaxşı olar. Yəni müxtəlif universitetlə bərabər peşə məktəblərinə də dövlət tərəfindən diqqətin ayrılması və mən bildiyim qədərilə artıq o diqqət ayrılır. Sadəcə bizim insanlarımızın düşüncəsində təhsil deyəndə ancaq universiteti düşünməsinlər. Peşə məktəblərinə də bir nəzər salsınlar. Çünki bugünkü gündə peşə məktəblərimizdə də gözəl şərait qurulub. Və məsələn, digər Avropa təhsilinə baxsaq, Amerika təhsilinə də baxsaq, onlarda da peşə məktəblərində diqqət yetirilir ki, insanlar, tutaq ki, ola bilər, haransa bitirib və bugünkü gündə həmin ixtisasa tələbat olmasın. O, rahatlıqla peşə məktəbinə müraciət edərək öz ixtisasını dəyişə bilər bugünkü gündə. Çünki mənim vaxtilə universitetdə çalışdığım bir iş yoldaşım hal-hazırda Bakıda peşə məktəbində direktor müavini işləyir. O mənə deyir ki, bizim 40-45-50 yaşında tələbələrimiz var. Vaxtilə deyir ki, pedaqoji universiteti qutarıb, bugünkü gündə gəlib, deyir ki, başqa bir ixtisasa, başqa bir sənətə yiyələnmək istəmələri və yiyələnmələri. Yəni, əslində qalsa sizin sualınıza cavab olaraq, yəni bugünkü gündə var. Sadəcə, yenə də edirəm, bizə təqdim olunan şərtlər daxilində o şərtlərə bir daha nəzər yetirməyimiz bizdən xahiş olunur əslində qalsa. Yəni, mən bugün 10 il bundan əvvəl bu peşəni qutardım, artıq bu peşə tələbatda deyil və mən işsizəm deyib gəzməkdən daha çox mən tövsiyə edərdim ki, digər strukturlara, digər sahələrdə nəzər yetirsinlər. Çox sağ olun, dəyərli fikirlərinizə görə, maraqlı söhbətə görə. Söhbətimizin ümumi qənaəti olaraq yəqin ki, razılaşarsınız məndən, universitet təhsili vacibdir, universitet mühiti vacibdir, diplom vacibdir. Ancaq bugünkü reallığımız, həyatımız hətta indiki belə deyək, çalışan nəsli də və indi oxuyan nəsli də bütün həyatı boyu öyrənməyə məcbur eləyir. Bütün qarşıdan gələn həyat boyu yeni biliklər, bacarıqlar əldə eləmək reallığı qarşısında olacaq bugünkü tələbələr və bu da əlavə kurslar, onlayn təhsil, bəzən distant təhsil vasitəsilə həyata keçiriləcək və günümüzün reallığı odur ki, yaxşı mütəxəssis olmaq üçün diplom vacibdir, amma diplom hələ yaxşı mütəxəssis olmaq demək deyil. Buna görə də əlavə bilik bacarıqlar üçün daim çalışmaq, öz üzərində işləmək, yenilikləri izləmək və yeni belə deyək, bilik təsdiqlərini toplamaq vacib olacaq. Təşəkkür edirəm gəldiyinizə görə, sağ olun.